Salam, axşamınız xeyir olsun. 27 avqust 2026-cı il tarixidir. Yay fəslinin 68-ci günüdür. Rəbiə əvvəl ayının 14-cü günüdür. Avqust ayının sonuncu həftəsinin sonuncu 4-cü cümə axşamı günüdür. Günümüz xeyirli uğurlu keçsin. İşlərimiz avand olsun. Canımız sağ olsun. 27 avqust günündə kimlər işləri arxasınca getmiş, iş yerlərində, ofislərində işləri ilə məşğul olmuş, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olmuşlar. Hər birinə can sağlıqlı, sülhəm amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir 4-cü günü, cümə axşamı günü keçirmələrini arzulayıram. Eləcə də 27 avqust günündə kimlər təhsili ilə məşğul olmuşlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülhəm amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, can sağlıqlı, zehin açıqlı, yol açıqlığı, iş şəfatlığı olan bir 4-cü günü, cümə axşamı günü keçirmələrini arzulayıram. Eləcə də qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Eləcə də 27 avqust günündə kimlər müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsinə getmiş və müsahibə mərhələsindən hər birinə uğurlar əldə etmələrini arzulayıram. Kimlər ki, müəllimlərin işə qəbulu üzrə, eləcə də sertifikatlaşdırma imtahanı üzrə uğursuz nəticə göstərmişlər. Hər birinə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, ruhdan düşməməyim, can sağlığı ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq yüksək nəticə əldə edib, yenidən öz işlərinə qayıtmalarını və artan əmək haqqı ilə işləmələrini arzulayıram. 27 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlıq, səbir diləyirəm. Və 27 avqust günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhlar şad olsun, hər birini xoş anmağı, yad etməyi, xatırlamağı hər birimizə arzulayıram. 27 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülhəm amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir 4-cü günü, cümə axşamı günü keçirmələrini arzulayıram. 27 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə günüdür, işə qəbul günüdür, evlilik il dönümüdür, nişan günüdür və digər xoş günləridir. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. 27 avqust günündə də tarixi günlər vardır. 27 avqust günündə baş verən tarixi günlər, hadisələr isə bunlardır. 27 avqust 1813-cü ildə Dresden döyüşündə Napolyon Rusiya, Prusiya və Avstriyanın müttəfiqləri üzərində qələbə qazandığı gündür. 27 avqust 1860-cı ildə Savoya Fransanın tərkibinə daxil edildiyi gündür. 27 avqust 1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində yaranan tsunami demək 36.000 insanın həyatına İndoneziyada son qoyduğu gündür. 27 avqust 1927-ci ildə Biyar-Kellogg paktı imzalandığı gündür. 27 avqust 1939-cu ildə Alman mühəndisi Ernest Haeckelin tikdiyi reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş verdiyi gündür. Bununla yanaşı isə 27 avqust 1955-ci ildə Guinness Rekordlar kitabı Böyük Britaniyada satışa buraxıldığı gündür. 27 avqust 1992-ci ildə Azərbaycan Respublikası ilə Qvineya-Bissau arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.